Salam, hörmətli tamaşaçılar. İBNews TV efirdə vətəndaş mövqeyinin qonağı Tarix və Texnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin əməkdaşı, tarix üzrə doktoru dosent Bəxtiyar Həsənovdur. Salam Bəxtiyar müəllim, xoş gəlmisiniz. Salam, xoş gördük. Bəxtiyar müəllim, bilirsiniz ki, bugün 28 may Respublika günüdür və 1918-ci il 28 may tarixində ilk Xalq Cümhuriyyəti yaradıldı və Xalq Cümhuriyyətinin müddəti cəmi 23 ay çəkdi və Müsəlman şərqində ilk yaradılan bir respublika idi. İstərdim tarixçi kimi öz fikirlərinizi bildirəsiniz, səciyyələndirəsiniz. Çox sağ olun Gülşən xanım. Mən ilk növbədə xalqımızı müstəqillik günü münasibəti ilə təbrik edirəm. İkinci bir növbədə o verdiyiniz suala baxanda demək olar ki, 20-ci əsrin əvvəlləri bizim coğrafiya siyasi cəhətdən çox gərgin bir ərazi idi. Həmin dövrdə demək olar ki, böyük dövlətlər Birinci Dünya müharibəsini başlamışdılar. Asıl Birinci Dünya müharibəsi gedişatı idi. O dövrdə hər bir dövlət öz marağından çıxış edirdi. Bildiyimiz kimi həmin dövr bizim coğrafiyada iki imperiyanın çöküşü baş verdi. Yəni iki böyük dövlətin, həm Osmanlı dövləti, həm Çar Rusiyası. Bu dövlətlərin çöküşü istər-istəməz bizdə həmin dövrdə 100 ildən artıq bir dövrdür ki, Çar Rusiyasının işğalı nəticəsində bizim Şimali Azərbaycan işğal olmuşdu 1828-ci ildən sonra. Bu ərazilərdə demək olar ki, Çar Rusiyası idarə üsulu tətbiq edilmişdi. Həm də o dövr ermənilərin bura köçürülməsi baş vermişdi, demoqrafik vəziyyətin dəyişdirilməsi baş vermişdi, ərazi inzibati dəyişiklikləri baş vermişdi. Yəni, coğrafiyada demək olar ki, Çar Rusiyası tam mütləq hakimiyyətini ələ almışdı və bütün idarəçilik sistemlərini dəyişmişdi və öz idarəçiliyini tətbiq etmişdi. Bununla bağlı bizim ziyalılar o dövrdən bildiyimiz kimi Həsən Bəyzərdavidən başlamış, Axundovdan başlamış belə bir maarifçilik hərəkəti başladı 19-cu əsrin ikinci yarısından sonra. Və ondan sonra bizim ziyalılar, yəni hətta o dövr Rusiyada və yaxud Avropa ölkələrində oxuyan ziyalılarımız bir milli azadlıq hərəkatının canlanmasına qoşuldular. 20-ci əsrin əvvəllərində bildiyimiz kimi ilk olaraq hələ bizdən mətbuat ilə bağlı Çar Rusiyasına dəfələrlə müraciət olunmasına baxmayaraq bir neçə mətbuatın fəaliyyətinə Azərbaycan dilində razıçılıq verdilər. Çünki qadağa qoymuşdular. Hətta bir şey nəzərinə çatdırdım ki, 1905-6-cı il hadisələrində erməni o qırğınlarından qorunmaq üçün bizdə difai təşkilatı yaradıldı ki, Çar Rusiyası bunun da fəaliyyətini məhdudlaşdırdı. 1905-də yaradılan difai təşkilatı 1907-ci ildə son verdilər. Hətta o difainin üzvlərini təqib eləməyə başladılar. Bununla bağlı həmçinin din xadimlərimizi o dövr çox güclü təqib altında saxlayırdılar. Bizim bildiyimiz kimi Qafqazın Şeyxülislamı Pişnamazzadanın o dövr 1912-ci ildən başlayaraq evində axtarışlar aparılması, onun istintaqa cəlb edilməsi və s. və s. bununla bağlı prosesləri aparırdılar. Yəni Çar Rusiyası istəmirdi ki, bu ərazi onun nəzarətindən çıxsın. Ancaq buna baxmayaraq Birinci Dünya müharibəsinin başlaması regionda vəziyyəti demək olar ki, tamamilə kökündən dəyişdi. Həm Çar Rusiyası imperiyası çökdü, həm də böyükdə Osmanlı kimi böyük bir dövlət çöküşü başladı. Bu fonda bizim ziyalılar, yəni o dövr ziyalıları hər hansı bir formada müstəqilliyin əldə olunması üçün çalışırdılar. Ancaq bunun üçün təbii ki, şərait də olmalı idi. Çünki şərait olmasaydı, işğalda olan bir ərazinin necə müstəqilliyin olunması məsələsi var idi. Bildiyimiz ki, 17-ci ildə fevral inqilabından sonra Rusiya Müəssisələr Məclisi yaradıldı və burada da Cənubi Qafqazda da bir komitə yaratdılar ki, o komitə Cənubi Qafqazı idarə eləsin. Bu komitənin demək olar ki, fəaliyyəti o qədər gözə görünmədi. Noyabr ayında Cənubi Qafqaz Komissarlığı yaradıldı. O komissarlıq da özünü doğrultmadı və nəhayət 1918-ci ilin fevralın 14-də Cənubi Qafqaz Seymi yaradıldı. Və bu seyimdə də deməli Azərbaycanlılar, Gürcülər və ermənilər təmsil olunurdu. Yəni burada yaşayan xalqlar bildiyimiz kimi o dövrdə də erməniləri Çar Rusiyası 1828-dən sonra bu ərazilərə köçürdü, böyük bir üstünlük qazanmışdı. Yəni erməni əhalisinin bu ərazilərdə o demoqrafik vəziyyətini dəyişdirmişdilər müəyyən yerlərdə, ermənilərin çoxluğunu təşkil eləmişdilər və ermənilər də artıq bu prosesə burada qoşulmuşdular. Bildiyimiz kimi həmin dövrə qədər, yəni 18-ci ilə qədər ermənilər əsasən bugünkü Türkiyənin 6 vilayətində öz muxtariyyətlərini qurmaq üçün
müraciətlər eləmişdilər o dövr Avropa dövlətlərinə və onlar da müəyyən mənada dəstək almışdılar. Çünki Avropa dövlətlərinin marağında idi ki, Osmanlı dövləti çöksün, Osmanlı dövlətinin ərazisində olan o enerji ehtiyatlarını ələ keçirsinlər. Tarix belə olub. Bütün Qərbin, Rusiyanın diqqətində olubdur ki, yəni bütün Azərbaycan işıqlı tarixçilərini, aydınlarını məhv eləmək, yox eləmək, elə ki, qarşılarına bir missiya qoyublar ki, Azərbaycan müstəqil olmasın, Azərbaycan inkişaf eləməsin. Bəli, buyurun. Bəli, o dövlətlərin maraqları vardı. Hər bir dövlət öz marağından çıxış eləyirdi. Onun maraqları burada təmin edir. Həm də o dövlətləri bura cəlb edən məhz elə Bakı nefti idi. Yəni Bakı nefti də cəlb edirdi. O dövrdə bildiyimiz kimi Bakıda o korporativ şirkətlər fəaliyyət göstərirdi ki, onlar da Avropa, Amerika şirkətlərinə əlaqəli idilər ki, Bakı nefti gəlirləri onların əlinə keçirdi və bu da onları şirinlikdirirdi ki, Bakı nefti ələ keçirilsin. Həmin dövr proseslərin gedişi deməli Cənubi Qafqaz Seymi yaradılandan sonra 19 fevralda onun fəaliyyət dövründə, yəni Azərbaycan türkləri, gürcülər, bir də ermənilər burada təmsil olunurdular. Burada ermənilər demək olar ki, bir pozisuluq həyata keçirdilər. Bu ermənilərin Daşnaq partiyasının fəaliyyətində. Çünki Daşnaqlar sırf bir tərəfi bolşeviklərlə bağlı idi, bir tərəfi isə Avropa ölkələri ilə bağlı idi və istər-istəməz iki sahədə fəaliyyət göstərdikləri üçün bu Cənubi Qafqazın birliyindən çıxış etmirdilər. Yəni çıxış etmirdilər və bunun da nəticəsi olaraq o dövrdə Seymdə olan istər Azərbaycan türkləri, istər gürcülər artıq bu fəaliyyətdən narazı qaldılar və mayın 26-sında gürcülər artıq öz müstəqilliklərini elan elədilər və mayın 27-sində iclas keçirildi, 28-də isə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu və bunlar müstəqillik aktı qəbul etdilər. Həmin müstəqillik aktında da yəni bütün o ərazinin tam hüquqlu bir dövlətə çevrilməsi, burada yaşayan xalqların hüquqları, azadlıqları, bəli, vətəndaşlıqlarının tanıdılması, yaşayan bütün millətlərin sərbəst iqtisadi vəziyyətinin yaxşılaşdırılması, yəni sərbəst hərəkətlərinin yaxşılaşdırılması, müstəqilliyin qorunması, ərazi bütövlüyünün qorunması ilə bağlı bu bəyannamada müddəalar yer aldı. Bu Azərbaycan Xalq Cümhuriyyəti demək olar ki, 1918-ci il mayın 28-dən öz fəaliyyətdə başladı. Amma bu fəaliyyətini demək olar ki, Tiflis şəhərində müstəqilliyi elan elədilər. Bir şeyə nəzər salmaq lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti elan olunanda Xalq Cümhuriyyətini elan eləyən o insanlar əlində heç nə yox idi. Nə ordusu var idi, nə iqtisadi cəhətdən gücü var idi. Bir tək yəni güvəndikləri bir Osmanlı dövləti idi. Bildiyimiz kimi Osmanlı dövlətində artıq böyük dövlətlər çöküşünü hazırlamışdılar. Artıq böyük bir əraziləri işğal eləmişdilər, İstanbulu ələ keçirmişdilər və s. və s. Artıq Osmanlı dövləti demək olar ki, asılı vəziyyətdə idi. Osmanlı dövləti də asılı vəziyyətdə. Bizim də çıxış yolumuz ancaq Osmanlı dövlətinə idi. Yəni o sahədə demək olar ki, bizim Cümhuriyyət xadimləri Məmməd Əmin Rəsulzadə başda olmaqla, Fətəli Xoysi başda olmaqla, Toxtabaşov başda olmaqla o sahədə fəaliyyət göstərdilər ki, hər hansı bir formada Osmanlı dövlətindən yardım almaq və öz müstəqilliyimizi, yəni bu ərazilərdə, onlar o dövr bildiyimiz kimi 113,9 min kvadrat kilometr bir ərazidə Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan elədi. Hansı ki, bugün 86 min kvadrat kilometr onun əlimizdədir. Ondan sonra artıq o siyasi proseslər müəyyən mənada dəyişməyə başladı. Yəni Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyi elan elədi, Gürcüstan elədi və ermənilər də müstəqillik elan elədilər, amma ermənilərin əlində paytaxt olmadı. Yəni demək olar ki, o Gümrü Osmanlı qoşunları tərəfindən tutulmuşdu. Ermənilər Gümrüyə iddialı idilər ki, Gümrünü biz paytaxt kimi, yəni Ermənistan dövlətinin paytaxtı kimi, Respublikasının paytaxtı kimi elan edəcək. O da Osmanlı dövlətini və bunu bəhanə gətirərək Azərbaycan Xalq Cümhuriyyətinə baskı yapdılar və müəyyən baskı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini güzəştə getməli oldu. Yəni ayın 29-unda parlamentin qərarı ilə, düzdür, o parlamentin qərarının heç bir siyasi hüquqi əsası yoxdur. Çünki 44 nəfər deputatın cəmi 16-sı orada səs verir. Düzdür, yazılıb 28 nəfər iştirak edib. Amma ümumilikdə sənədlərdə orada görünür ki, cəmi 20 nəfər iştirakçı olub, 16 nəfər bunun lehinə səs verib və əleyhinə səs verən bir nəfər, 3 nəfər də bir tərəf. Yəni, cəmi 20 nəfər burada səs vermədə iştirak edib. O da qeyri-legitim, qeyri-qanuni bir şeydir.
Orada təəssüf doğuran bir məsələ var ki, məsələn, Azərbaycan Xalq Cümhuriyyəti İrəvanın güzəştə getdi. Yəni güzəştə gedəndə də müəyyən şərtlər daxilində güzəştə getdi. Birinci ermənilərin qarşısına qoydu ki, Qarabağın dağlıq ərazilərini, yəni ki, o vaxt Gəncə quberniyası, Gəcəbatbir quberniyası dağlıq ərazilərini və Naxçıvana olan iddialarından əl çəkəcəklər. Yəni o 9000 kvadrat kilometri biz güzəştə gedirik ki, qalan ərazilərə olan iddialardan əl çəksin. Ermənilər bununla razılaşınca çox təəssüf olsun ki, ermənilər heç müqavilədən sonra, dərhal sonra Zəngəzurda hücumları başladı, Naxçıvana da hücumları başladı. Öz dediklərinin üstündə dururlar. Öz dediklərinin üstündə durma, amma çox təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti o dönəmdə həmin qərarın ləğv edilməsi ilə bağlı heç bir tədbir görməyib. Yəni bu da çox maraqlıdır. İndi başa düşüləndir ki, o siyasi o dövrki siyasi proseslər elə bir vəziyyətdə idi ki, çətin bir vəziyyətdir. Amma hər halda hökumət indi bu güzəştə getmişdisə, yəni rəsmi sənədlərdə bu əməl olunmurdusa qarşı tərəfdən dərhal bunu sonlandırmaq lazımdır. Mən həmişə danışanda fikirlərimi də deyirəm. Hələ bu günə qədər heç biz onu parlamentdə soruşlandırmamışıq. Bu gün də ola vacibdir. Çünki parlamentdə həmin qərarın ləğvi ilə bağlı qərar qəbul etməlidir. Çünki o ərazi bizimdir ki, biz qərar qəbul edirik, o İrəvanı güzəştə getmişik. Niyə bugün parlamentdə qərar qəbul eləmirik ki, məsələn, o ərazini o dövr güzəştə gedilib bu şərtlərlə bugün Zəngəzur kimin əlindədir? Axı o dövr bizdə idi. Bu ermənilər o şərtə qol çəkiblər ki, Zəngəzura heç bir hücum olmayacaq. Zəngəzuru əlimizdən alıblar. O sənədlər varmı? Bəli, o sənədlər təbii var. Əlbəttə o sənədlər var. O sənədlər əlimіздədir. Zəngəzur nə vaxt verildiyi də əlindədir. Dərəl-Əzim verildiyi də, Göyçənin verildiyi də Azərbaycan tarixinin şöbəsinin əməkdaşısınız. Qərbi Azərbaycan cəmiyyətinə müraciət eləmisiniz ki, bu sənədlər bizdə var? O sənədlərə demək olar ki, bizim tarixçilər işləyiblər. Yəni onunla bağlı kitablar da var, yazıblar da. Yəni o arxiv sənədlərini də çıxardıblar da. O əlimizdə var. Tək Qərbi Azərbaycan icmasında yox. O dediyim kimi o vaxt parlament bu qərarı qəbul edib. Yəni Milli Şura qəbul edib. İndi bu gün də parlament o qərarı ləğv eləməlidir. O dövr ləğv eləməyiblər. O bayaq dediyim çox təəssüf ki, o dövr gərək ermənilər o şərtləri qəbul eləməyən kimi onu qərar ləğv olunaydı. Yəni həmin torpağa iddiamız qalaydı. Amma o dövr eləməyiblər. İndi bu dövrdə eləmək lazımdır. Ondan sonra bildiyimiz kimi orada bir Ararat Respublikası elan olundu 9000 kvadrat kilometrdə. Ararat Respublikası 9000 kvadrat kilometrdə elan olunandan sonra Osmanlı qoşunları sonra Gümrüdən də çəkildi və onlar Gümrü ərazisində götürdü və onlar artıq 17 tam onda neçə kvadrat kilometrə qədər ərazilərini genişləndirdilər. Yəni Ararat Respublikası. Ondan sonra Ararat Respublikası o qol çəkdiyi müqaviləyə əməl etmədən artıq Zəngəzura, Dərələyəcə, Göyçəyə hücumlar başladı. Və ondan sonra demək olar ki, artıq 1918-ci ildən başlayan proseslər demək olar ki, Andranikin, Dronun, Nijdenin dəstələrin, terror dəstələrinin hücumları, burada soyqırımların həyata keçirilməsi, bildiyimiz kimi Mart ayı soyqırımların həyata keçirilməsi baş verdi bütün Şimali Azərbaycan ərazisində və artıq ermənilər bu yolla torpaqların ələ keçirilməsi ilə bağlı öz işlərin, fəaliyyətlərini qurdular və Azərbaycan Xalq Cümhuriyyəti də bu sahədə öz fəaliyyətini genişləndirməyə başladı. Bildiyimiz kimi o dövr Qarabağ General Qubernatorluğu yaradıldı 19-cu ilin yanvar ayında. O General Qubernatorluğun da əsas məqsədi, yəni Qarabağ ərazisində, Zəngəzurda daxil olmalı, Qarabağ ərazisində ermənilərin bu hücumlarının qarşısının alınması və həmin ərazilərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı idi. Xosrov bəy Sultanov da General Qubernator təyin olunmuşdu. Ancaq buna baxmayaraq ermənilər yenə öz əməllərindən qalmırdılar. Yəni hər bir cəhdlə Zəngəzuru və Qarabağın dağlıq hissəsini Ermənistana birləşdirməyə çalışırdılar. Bəxtiyar müəllim, müstəqil Azərbaycan ümumiyyətlə 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin və digər aydınlarımızın hansı əsas prinsiplərini bugün davam etdirirlər? Bilirsiniz, bugün davam etdirirlər deyəndə o dövrdə, o dediyim kimi Çar Rusiyasının işğalında olan bir ərazidən və o indi söhbət elədiyimiz o gərgin bir siyasi vəziyyətdən bu dövlət xadimlərimiz bir dövlət, yəni müstəqil Azərbaycan Xalq Cümhuriyyəti elan etdilər və harda edəcəklərini də Tiflisdə etdilər
və əraziləri hara olduqlarını da hələ müəyyən etməmişdilər demək olar ki, amma elan etdilər. Çünki o müsəlmanlar bildiyimiz kimi müsəlmanlar 2,8 milyondan çox müsəlman ərazisi yaşayır Cənubi Qafqaz, əhali yaşayır. O müsəlmanlar yaşayan ərazilərdə demək olar ki, Xalq Cümhuriyyəti öz müstəqilliyini bərpa eləməyə çalışırdı ki, yəni bu ərazilərdə tam hüquqlu bir dövlətdir. Azərbaycan xalqı bu dövlət yaradır. Və onda da dediyim kimi əllərində heç nə yoxdur. Demək olar ki, amma diplomatik yollarla, siyasi yollarla buna nail olmağa çalışırdılar. Çünki hərbi yollarla əllərində heç bir şey yoxdur. Bir də Osmanlı dövlətinə bunların ümidi vardı. Məmməd Əmin Rəsulzadə o dövrdə də bildiyimiz kimi mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olundan sonra 4-də Batum müqaviləsi imzaladılar Osmanlı dövləti ilə. Bu da hərbi yardımlaşma müqaviləsi idi. Çünki bizə həmin dövrdə hərbi yardım lazım idi. Erməni silahlı dəstələri soyqırımlar həyata keçirdilər, ərazilərimizi tuturdular. Buna da dəstək verən ölkələr var idi. Yəni böyük dövlətlər var idi. Böyük güclə öz maraqlarını həyata keçirmək, ermənilərə silah verirdilər, silahlandırırdılar və əhalini soyqırıma məruz qoyurdular ki, əhali ya buradan təmizlənsin, ya da məhv olsun, getsin, istədiklərinə nail olsunlar. Amma Azərbaycan Xalq Cümhuriyyətinin xadimləri, Məmməd Əmin Rəsulzadə başda olmaqla, Fətəli Xalq Vojsko, Topçubaşov olmasa diplomatik əlaqələri, bu şəxsiyyətlər başda olmaqla biz həmin dövr özümüz üçün bir dövlət müstəqilliyini elan edə bildik ki, bu gün də bugünkü 91-ci ildə bərpa edilən Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi özünü elan elədi. Elə bu varislik elə belə deyil ki, həmin dövr bunlar nəsə yaratmış ki, biz onun varisi kimi çıxış eləyirik və bu gün də həmin varislik davam edir. İstəyir suveren ərazimiz, demək olar ki, bugün bildiyimiz kimi dünya dövlətləri qarşısında Azərbaycan Respublikasının prezidenti öz çıxışlarında dəfələrlə vurğulayıb. Məsələn, İrəvanın verilməsi ilə bağlı, Zəngəzurun əlimizdən alınması ilə bağlı, Göyçənin, Dərələzin getməsi ilə bağlı Azərbaycan Respublikasının prezidenti haqlı olaraq məsələlər qaldırır. Elə belə qaldırmır ki, məhz elə Xalq Cümhuriyyətinin o dövr, o müstəqillik qazanmış Xalq Cümhuriyyətinin ərazilərin hesabına bugün biz ora iddiaları qaldırırıq. O iddialar ona görədir ki, məsələn, o dövr Xalq Cümhuriyyəti həmin ərazilərdə öz hakimiyyətini qurmuşdur. Yəni o ərazilər bizə məxsusdur. Sonra da bizim əlimizdən alır. 20-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin işğalından sonra birinci Dərələzi aldılar. Yəni avqust-oktyabr aylarında, oktyabrın 30-da artıq sonlandı. Noyabrın 30-da Zəngəzuru. Sonra 26-29-cu illərdə isə Meğri və Göyçə ərazisi artıq Azərbaycanın əlindən alındı. Demək olar ki, bolşeviklər tərəfindən ermənilərə hədiyyə edildi demək olar. Və bugünkü Ermənistan, Qərbi Azərbaycan dediyimiz, indiki Ermənistan dediyimiz ərazi, Ermənistan dövləti yaradıldı. Yəni hamısı da bizim ayrı-ayrı xanlıqlarımız. Bir şeyi nəzərə çatdırım ki, həmin dövrdə məsələn o ərazilər demək olar ki, indi o ermənilərin iddia etdiyi kimi vahid bir ərazidə yox. Məsələn, orada Qarabağ xanlığının ərazisi vardı ki, Qarabağ xanlığının ərazisi Zəngəzurudur. Naxçıvan xanlığının ərazisi vardı ki, Naxçıvan xanlığının ərazisi Dərələzidir. Yəni ki, bu ərazilərdə İrəvan xanlığının ərazisi idi ki, İrəvan xanlığının ərazisi. Bu ərazilərdə sonra Borsalının ərazisi idi. Yəni bu ərazilər ayrı-ayrı xanlıqlarımızın, o dövrdə yaradılan o dövlətlərimizin ərazilərindən kəsilərək bir Ermənistan dövləti yarandı. Yəni Qərbi Azərbaycanda yaradılan o Ermənistan dövləti yarandı. Əslində Ermənistan Azərbaycan xalqının hesabına dövlət olub, millət olub. Dünya tanıdılır. Bu günləri bir çox ölkələr, bir çox dövlətlər bizim cənab prezidentə təbrik məktubları gəlir. Bugünkü müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Və inanıram ki, bu müstəqilliyimiz əbədi olacaq, daimi olacaq və biz də üzümüzü cənab prezidentimizə tutub, dövlətimizi, dövlətçiliyimizi, xalqımızı müstəqillik günü münasibətilə ürəkdən təbrik edirik. Bizim müstəqilliyimiz əbədidir. Mən sizə təşəkkür edirəm. Çox sağ olun, xanım, təşəkkür edirəm. Hörmətli tamaşaçılar, qonağımız tarixçi, Qərbi Azərbaycan Tarixi şöbəsinin əməkdaşı Bəxtiyar Həsənov idi.